Elnur çatıb, gedirik Elnuru qarşılamağa. Plan vağzalın içərisində bizi gözləyir. Lavnaqda gedəcəyik, götürəcəyik. Oradan sonra gedəcəyik, aparıb evə yerləşdirəcəm. İnşallah 2-3 günün içərisində də miqrasiya polisində qeydiyyatdan keçirəcəyik. Qeydiyyat müddəti tamamlandıqdan sonra artıq zavodun yerləşdiyi şəhərə, Xotaçova yola salacaq. Yəqin ki, zavodun yaxınlığında ayrı bir ev verəcəklər. Ondan sonra da artıq iş həyatı başlayacaq. Minimal 6 ay gəldiyi yerə işləməlidir. 6 aydan sonra artıq istədiyi yerə gedə bilər. İstəyirsə taksi sürəcək, istəyirsə başqa işə keçəcək. Yəni fərqi yoxdur. 6 aydan sonra azadlı 2 illik kartı olacaq. Hər şey eləyə bilər. Kartlar 20 günün içərisində çıxır təxminən. Azərbaycanın hər dəqiqə soruşursunuz. Azərbaycanın pravası Çexiyada tanınır. Tanınır deyəndə 6 ay sürə bilirsiniz. 6 aydan sonra avtomatik olaraq imtahansız Çex pravasına dəyişmək olur. Elnur gəlir, gəlsin, gedək qarşılayaq. Ondan sonra ətraflı yenə də qısa bir məlumat verəcəm sizlərə. Danışacaq, nə var, nə yox. O haqda məlumat verəcəm. Hal-hazırda Lavın adrəsinin içərisindəyik. Elnurun gəlməyini gözləyirik. Çox güman ki, artıq düşüb, aşağı düşsün. Qarşılayacaq, yerləşdirəcək, aparacaq, söhbət edəcək. Oldu. Elnur gəlib çatdı artıq. Salam aleyküm. Gedirik yerləşdirməyə evə. Ondan sonra inşallah 2-3 gün içində miqrasiya polisinə gedəcək. Ondan sonra da yerləşdirəcək qaldığı iş yerinə yaxınlığına. İnşallah yolda da danışacaq. Oldu, hələlik. Otaq budur. Burada şkafdır. Burada mini bir yer düzəliblər. Normal səviyyəli yeri. Bu müvəqqəti yerdir. Təxminən 3-4 gün, 5 gün ondan sonra ola bilər ki, köçəsindən fotoğrafın yanına və yaxud da ola bilər burada da qalsın. İndi onu danışacaq inşallah. Elnur gəldi. Pasportu zəhmət olmasa verə bilərsən. Elnur bugün düşdü Praqadan, aeroportdan gəldi. Çatdı artıq. 2-3 gün içində hər tənçində miqrasiyaya gedəcək. Miqrasiyadan sonra inşallah iş prosesi başlayacaq. Vizanı göstərə bilərəm. Təxminən 6-cı ay artıq vizasını alıb. Artıq buradadır. Oldu. Uğurlar Elnur. Oldu. Danışarıq inşallah. İnşallah.